Salam əziz valideynlər və şagirdlər, mən sizlərə 3-cü sinif Riyaziyyat Küraraz test bankından testlərin izahını verəcəm. Birinci testdən başlayaq. Cəm neçəyə bərabərdir? 738-in üzərinə 46 gəlib. Əvvəlcə təklikdən başlayaraq toplayırıq. 8-in üzərinə 6 gəlsək, edəcək 14. 4 yazırıq bir yadda. 3-ün üzərinə 4 gəlsək 7, bir də yadda 8. 7-nin özünü isə gətiririk cəmin yanına. Edəcək 784. Doğru cavab edir A variantı. Təsvirdəki ədədlərin cəmi neçəyə bərabərdir? Təsvirdə hansı ədəd var? 2 yüzlük, 2 onluq, 6 təklik. 2 yüzlük, 4 onluq, 8 təklik. Yəni 226-nın üzərinə 248 əlavə edirik. 6-nın üzərinə 8 gəlsə 14, 4 yazırıq bir yadda. 2-nin üzərinə 4 gəlsə 6, bir də yadda 7, 2-nin üzərinə 2 gəlsə edəcək 4. Edir 474 C variantı. 176 ədədi ilə 204 ədədinin cəmi neçəyə bərabərdir? 176-nın üzərinə 204 əlavə edək. 6-nın üzərinə 4 gəlsə 10, 0 yazırıq. Bir yadda 7, bir də yadda 8, birin üzərinə 2 gəlsə edəcək 3. Neçədir? 380-70 oldu. Doğru cavab olur A bəndi. Film üçün əvvəlcə 268, daha sonra 209 bilet satıldı. Film üçün cəmi neçə bilet satıldı? Əvvəlcə 268 bilet satılıb. Sonrası 209 bilet satılmıştır. Cəmi neçə biletidir? Biletlərin sayını toplayırıq. 8-in üzərinə 9 gəlsə 17, 7 yazırıq. Bir yadda 6, bir də yadda 7, 2-nin üzərinə 2 gəlsə edir 4. Cəmi 477 bilet satılmıştır. Cəmi onluqlara qədər yuvarlaqlaşdırdıqda hansı ədəd alınır? Baxın, şərti diqqətlə oxuyun. Bu cür tapşırıqlarda bəzi tapşırıqlarda şərtə əsasən yuvarlaqlaşdırıb toplamaq lazım olur. Bəzən isə cəmi yuvarlaqlaşdırmaq lazımdır. Məsələn, baxın şərtə. Deyir, cəmi onluqlara qədər yuvarlaqlaşdırdıqda hansı ədəd alınır? Bizə lazımdır ki, biz ilk növbədə cəmi tapaq. Cəmi tapmaq üçün alt-alta da yaza bilərik, şifayı da tapa bilərik. 500-dən 100-ün cəmi 600. 2 onluq, 3 onluq. Edir 5 onluq 50. Yəni 600-ün üzərinə 50 gəlsə 650. Üzərinə də təşkilləri gəlsə 8-in üzərinə 4 gəlsək edir 12. 650-nin üzərinə 12 gələndə edir 662. Bizə deyir ki, cəmi onluqlara qədər yuvarlaqlaşdırın. Cəmi də onluğa qədər yuvarlaqlaşdırsaq 662-ni onluğa qədər yuvarlaqlaşdırsaq baxırıq təklik mərtəbəsinə. Təklik mərtəbəsi 2 olduğu üçün onluğumuz dəyişmir. Olduğu kimi qalır. Təkliyin yerinə 0 əlavə edirik. Doğru cavab olacaq C variantı. Aşağıdakı ədədlə 107-nin cəmi neçəyə bərabərdir? Aşağıda hansı ədəd verilib? 4 yüzlüyümüz 400, 3 onluğumuz 30, 5 üzərinə də 5 gəlirik. Yəni 435 üzərinə gəlirik 107-ni. 5-in üzərinə 7 gəlsə 12, 2 yazırıq. Bir ya da 3, bir də ya da 4. 4-ün üzərinə 1 gəlsə edəcək 5. Edir 542. 7-ci məsələyə baxaq. A məntəqəsindən hərəkətə başlayan avtomobil 248 kilometr yol getdikdən sonra fasilə verdi. Fasilədən sonra daha 246 kilometrdə yol getdi və B məntəqəsinə çatdı. A və B məntəqələri arasında məsafə nə qədərdir? Bir dənə yoldur. Bu A məntəqəsi olsun. Bura isə B məntəqəsi. Avtomobil A'dan çıxıb B'yə gəlmək istəyir. Deyir, 348 metr yol getdi. Avtomobil 348 kilometr yol getdi. Məsələn, çatdı bura. İndi gəldi, istirahət elədi. Sonra yenidən nə oldu? Yoluna davam etdi. 246 kilometrdə getdikdən sonra gəlib çatdı B məntəqəsinə. A'dan B'yə çatdı. Deyir, A ilə B arasında məsafə nə qədər olacaq? Getdiyi yolları toplayırıq. 348 kilometr bir getmişdir. 246 kilometrdə bir getdi. 8-in üzərinə 6 gəlsə 14, 4 bir yadda. 4-ün üzərinə 4 gəlsə 8, bir də yadda 9. 3-ün üzərinə 2 gəlsə 5. Neçə kilometr yol getdi? 594 kilometr yol getmiş oldu. Modeldə verilmiş ədəd ilə 216 ədədinin cəmi neçəyə bərabərdir? Modeldə hansı ədəd verilib? 1 yüzlük, 4 onluq, 7 təklik.
Yəni 147 ədədi verilmişdi. Üzərinə də 216 gəlir və bu ədədlərin cəmini soruşur. 7-nin üzərinə 6 gəlsə 13, 3 1 yadda. 4-ün üzərinə 1 gəlsə 5, 1 də yadda 6. 2-nin üzərinə 1 gəlsə edəcək 3. Nə qədər etdi? 363 etdi. Cəm edəcək 363. Doğru hesabladıq. Bir daha baxaq. Yüz qırx yeddi. Aha. 147'nin də üzərinə 216 gəlsə, bəli 363 edir. 147'nin üzərinə 216 əlavə edir. 3, 4-ün üzərinə 1 gəlsə 5, 1 də yadda 6. Aha, doğru cavab edir A bəli. 9-cu məsələyə baxaq. 245 ədədinin təkliklər və onluqlar mərtəbəsindəki rəqəmlərin yerini dəyişdikdə alınan ədəd ilə 106 ədədinin cəminə bərabər olan ədəd tapın. Baxın əziz şagirdlər, 245 ədədidir bizə verilən. Bizə deyir ki, bu ədədin təkliklər və onluqlar mərtəbəsindəki rəqəmlərin yerini dəyişin. Təklik, onluq, yüzlük. Təkliyi və onluğun yerini dəyişin deyir. Yüzlük olduğu kimi qalsın. Təkliyimiz 5'dir. Gətiririk onluğun yerinə. Onluğumuz 4'dür. Gətiririk təkliyin yerinə. Yəni 245 ədəd yerini dəyişəndə oldu 254. Deyir 106'nın cəmini tapın. 4'ün üzərinə 6 gəlsə 10, 0, 1 yadda, 5, 1 də yadda 6, 2'nin üzərinə 1 gəlsə edəcək 3. Neçədir? 360 etmiş oldu. Doğru cavab olur. B variantı. A'nın yerinə hansı ədəd yazılmalıdır? Baxaq. 9'un üzərinə 4 gəlsə 13, 3 yazırıq 1 yadda, 6, 1 də yadda 7, 3'ün üzərinə 2 gəlsə 5. 573. A'nın yerinə hansı ədəd yazılacaq? 7'nin üzərinə 3 gəlsə edir 10, 0, 1 yadda, 7, 1 də yadda 8, 5'in üzərinə 1 gəlsə 6. Cavab edəcək 680. Doğru cavab olur B variantı. Hansı ədədlərin cəmi 472'yə bərabərdir? Baxaq, bu iki ədədi toplasaq, cəm necə edəcək? 200 ilə 200, 400, 40 ilə 30'un cəmi 70, 470, 5 dənə 7'nin cəmi 12. Hamısını toplayanda 582. Bizə deyir 472'yə bərabər olsun. Bunların cəmini tapsaq, 245'in üzərinə 217 gəlsə, 200 ilə 200, 400, 40 ilə 10'un cəmi 50, 450, 5'in üzərinə 7 gəlsək, edir 12. 450'nin üzərinə 12 gəlir, 462 etmiş olacaq. 255 ilə 237'nin cəmini tapaq. 200 ilə 200, 400, 50 ilə 30'un cəmi 80, 480, 5'in üzərinə 7 gələndə 12, 480'in üzərinə 12 gəlsək 492 etmiş olacaq. 255'in üzərinə 217 gəlsək, 200 ilə 200, 400, 50 ilə 10'un cəmi 60, 5 ilə də 7'nin cəmi 12. Baxın, yüzlükləri toplayanda etdi 400, onluqları toplayanda 50 ilə 10'un cəmi 60 etdi. Təklikləri də toplayanda 5 ilə 7'nin cəmi etdi 12. Cəm edir 472. Doğru cavab elə olacaq D variantı. Rəqəmləri müxtəlif, ən kiçik 3 rəqəmli ədəd ilə 189 ədədinin cəmi hansı ədədə bərabərdir? Baxın, bizim ən kiçik 3 rəqəmli ədədimiz 100'dür. Amma bizə şərtdən deyir, rəqəmləri müxtəlif olan ən kiçik 3 rəqəmli. 100 ən kiçik 3 rəqəmlidir, amma rəqəmləri müxtəlif deyil. Çünki burada 2 dənə 0 ədədi var. Sonra gəlir ən kiçik 101. 101 də 2 dənə 1 var, rəqəmləri müxtəlif deyil. Gəlirik 102. Baxın, 102, 1, 0, 2 rəqəmlər müxtəlifdir və rəqəmləri müxtəlif olan ən kiçik 3 rəqəmli ədəddir. Həmçinin rəqəmləri müxtəlif olan ən kiçik 3 rəqəmli cüt ədəddir. Bunun üzərinə 189 əlavə edirik. 2'nin üzərinə 9 gəlsə 11, 1 yazırıq. 1 yadda 8, 1 də yadda 9. 1'in üzərinə 1 gəlsə edəcək 2. Cavab etdi 291. Doğru cavab A variantı. A'nın yerinə yazıla biləcək ən böyük ədəddən 119 vahid böyük olan ədədi seçin.
Baxın, ilk öncə ortada işarəyə diqqət edirik, kiçikdir. 479-dan kiçikdir A. 479-dan kiçik olan bizə deyir ən böyük ədəd. A-nın yerində ən böyük ədəd olsun. A-nın yerinə yazıla biləcək ən böyük ədəd 479-dan kiçik olan ən böyük ədəd 478-dir. Və bundan 119 vahid böyük ədədi soruşur bizdən. Üzərinə 119 gəlir. 8-in üzərinə 9 gəlsə 17, 7 yazırıq bir yadda. 7-in üzərinə 1 gəlsə 8, bir də yadda 9. 4-ün üzərinə 1 gəlsə edəcək 5. Neçədir? 597 C variantı. Boş xanaya hansı müqayisə işarəsi yazılmalıdır? Baxaq. Bu 3 dənə ədədi toplasaq 215, 328, 104. 3 ədədin toplanması kimi toplayaq. 5-in üzərinə 8 gəlsə, 13 üzərinə 4 gəlsək 17. 7 yazırıq bir yadda. 1-in üzərinə 2, 3 bir də yadda 4. 2-in üzərinə 3 gəlsək 5 bir də yadda 6. Bura neçədir? 642. Burada neçədir? 630. 642 böyükdür 613-dən. 630-dan daha doğrusu. Doğru cavab olacaq A variantı. Böyükdür işarəsi olmalıdır. Hansı cəmi onluqlara qədər yuvarlaqlaşdırdıqda ədəd kiçilir? Gəlin baxaq. 5-in üzərinə 3 gəlsək 8. 2-in üzərinə 1 gəlsək 3. 5-in üzərinə 3 gəlsək 8. 838 ədədini gəlin onluğa qədər yuvarlaqlaşdıraq. Neçə edəcək? Edəcək 840. 838 idi. Onluğa qədər yuvarlaqlaşdıranda 840 etdi və ədəd böyüdü. 0-ın üzərinə 9 gəlsək 9. 4-ün üzərinə 1 gəlsək 5. 6-ın üzərinə 2 gəlsək 8. Onluğa qədər yuvarlaqlaşdırsaq edəcək 860. Əvvəl 859 idi. İndi oldu 860. Ədəd nə etdi? Böyüdü. Baxaq. 9-un üzərinə 9 gəlsə 18. 8 yazırıq bir yadda. 0-ın üzərinə 5 gəlsə 5 bir də yadda 6. 5-in üzərinə 1 gəlsə 6 edəcək. Onluğa qədər yuvarlaqlaşdırsaq təkliyimiz 8 olduğu üçün onluğumuz bir vahid artır. Təkliyin yerinə 0 yazırıq. Etdi 670. 668 yılda oldu 670. Ədəd böyüdü. 7-in üzərinə 6 gəlsə 13. 3 yazırıq bir yadda. 7-in üzərinə 0 gəlsək 7 bir də yadda 8. 1-in üzərinə 4 gəldi 5. Onluğa qədər yuvarlaqlaşdıraq. Təkliyimiz 3 olduğu üçün onluq mərtəbəsi olduğu kimi qalır. Təkliyin yerinə 0 yazılır. Ədədimiz əvvəl 583 idi. İndi 580 oldu. Ədəd nə oldu? 3 vahid kiçilmiş oldu. Doğru cavab oldu D variantı. 3 rəqəmli ədədlərin toplanması yeni yüzlüyün yaranması. Hesablayaq. 483-ün üzərinə 155 gəlirik. 3-ün üzərinə 5 gəlsək 8. 8-in üzərinə 3 gəlsək 5 gəlsək 13. 3 yazırıq bir yadda. 4-ün üzərinə 1 gəlsək 5 bir də yadda 6. Neçədir? 638. Modeldəki ədəddən 354 vahid böyük olan ədəd neçəyə bərabərdir? Modeldə hansı ədəd verilmişdir? 2 yüzlük. 1, 2, 3, 4, 5, 6. 6 onluq bir təklik. 261. Bundan 354 vahid böyük olan ədəd. 1-in üzərinə 4 gəlsə 5. 6-ın üzərinə 5 gəlsə 11. 1 yazırıq bir yadda. 2-nin üzərinə 3 gəlsə 5. Bir də yadda 6. Neçədir? 615 etmiş oldu. Boş xanaya hansı rəqəmləri yazılsa cəm doğru olar. 7-nin üzərinə 1 gəlsək 8. Baxın, bura 4 yazıb. Yəni 14'dür. 14'dən 5'in çıxsaq qalır 9'u. 9'un üzərinə 5 gələndə edir 14. Qeyd olunur. 4 yazırıq bir yadda. 4'ün üzərinə 1 gəlsə 5, bir də yadda 6 etmiş olacaq. Hansı rəqəm olmalıdır? 9 yazılmalıdır. D variantı. Dünən təndirdə 386 çörək, bugün isə 470 çörək pişirildi. Təndirdə cəmi neçə çörək pişirildi? Dünən 386'sı pişirilib. Bugün də 370'i pişirilibsə, cəmi neçə çörək eləyir? 6'ın üzərinə 0 gəlsə 6, 8'in üzərinə 7 gəlsə 15, 5 yazırıq bir yadda. 3'ün üzərinə 3 gəlsə 6, bir də yadda 7 etmiş olacaq. 756 çörək pişirilmişdi. Üzr istəyirəm, 756 yox. Mən burada 370 gəlmişəm. Üzərinə 470 gəlməliyik. Diqqətsizlik etdim. Bugün 470 çörək pişirilibdir. 6'ın üzərinə 0 gəlsə 6, 8'in üzərinə 7 gəlsə 15, 5 yazırıq bir yadda. 3'ün üzərinə 4 gəlsə 7, bir də yadda 8 edər. Doğru cavab olur A variantı. Modeldə verilmiş ədədlərin cəmini tapın. Modeldə hansı ədəd verilib? 200'lük,
8 onluq 3 təklik 283. 3 yüzlük 6 onluq 1 təklik 361 və bunların cəmini soruşur. 3-ün üzərinə 1 gəlsək 4, 8 üzərinə 6 gəlsək 14, 4 yazırıq 1 yadda, 2-nin üzərinə 3 gəlsək 5, 1 də yadda 6 etmiş olacaq. Doğru cavab olur A variantı. Ədəd oxuna əsasən ulduz üstə gələk 263 ifadəsinin qiyməti neçəyə bərabərdir? Ulduzun yerində hansı ədəd durur? Baxın, 150, 160. 160-dan 150 çıxsaq qalır 10. Burada neçə ara var? 1, 2, 3, 5, 6, 7, 8, 9, 10. 10 ara var. 10'u 10'a böləndə eləyir 1. Demək ki, aralıqlar bir-bir artıbdır. 150 buradırsa, bura 151 edir. Ulduzun yerində duracaq 152. Bizə deyir, ulduz ilə 152 ilə 263-ün cəmini tap. 2-nin üzərinə 3 gəlsək 5. 5'in üzərinə 6 gəlsə 11, 1 yazırıq 1 yadda, 1'in üzərinə 2 gəlsə 3, 1 də yadda 4 etmiş olacaq. Neçə etdi? 415. Doğru cavab olur B variantı. Hansı variantda doğru bərabərlik verilmişdir? Baxaq. 300 ilə 100, 400. 22'nin üzərinə 65 gəlsək edəcək 87. Burada cavab 487 edir. Amma 489 yazıb yanlış yazıb. 123'ün üzərinə 456 gəlsək edəcək 579. Elə bu doğrudur. Doğru cavab edir B variantı. 257'nin üzərinə 186 gəlsək 200 ilə 100, 300, 50 ilə 80 edir 130. 300'ün üzərinə 130 gəlsək 430. 7'dən də 6'nın cəmi 13 edir. Burada cavab etməli idi 443, amma burada 444 yazıb. 177 ilə 181'in cəmi 558 etməli idi. Qıraqda da hesablaya bilərik. 381. 7'nin üzərinə 1 gəlsək 8. 7'nin üzərinə 8 gəlsək 15, 5 yazırıq. 1 yadda, 1'in üzərinə 3 gəlsək 4, bir də yadda 5. 558. Burada isə 458 yazıb. Onluq mərtəbə qiyməti 50 olan ən kiçik 3 rəqəmli ədəddən 380 vahid böyük olan ədədi tapın. 3 rəqəmli ədəddən söhbət gedir. Deyir, onluq mərtəbə qiyməti 50 olsun. Onluq mərtəbə qiyməti 50 deyirsə, demək onluq mərtəbə qiymətində duran rəqəm 5'dir. Yəni, mərtəbə vahidinin sayı 5'dir. Mərtəbə qiyməti də eləyəcək 50. Bizə deyir ki, onluq mərtəbə qiyməti 50 olan ən kiçik 3 rəqəmli ədəd. Ən kiçik 3 rəqəmli ədəd deyirsə, təklik yerinə 0 yazırıq. Yüzlük yerinə 1 yazırıq. Bu ədəd etdi 150. Deyir, bundan 180 vahid böyük olan ədəd. Daha doğrusu 380 vahid böyük olan ədəd. Üzərinə 380 əlavə edirik. 0'ın üzərinə 0 gəlsək 0. 5'in üzərinə 8 gəlsək 13. 3 yazırıq 1 yadda. 1'in üzərinə 3 gəlsək 4. Bir də yadda 5 etmiş olacaq. Hansı ədəd etdi? 530. Doğru cavab olur B variantı. Ədədlərindən ən böyük ilə ən kiçiyinin cəmini tapın. Bu ədədlərin içərisində ən böyük 537'dir. Ən kiçik 171'dir. Bunların cəmini soruşur. 7'nin üzərinə 1 gəlsək 8. 3'ün üzərinə 7 gəlsək 10, 0, 1 yadda. 5'in üzərinə 1 gəlsək 6, bir də yadda 7'dir. Doğru cavab olur A variantı. Uyğunluğu müəyyən edin. Müəyyən edək. 386'nın üzərinə 70 gəlsək, burada ikinci toplananda yüzlüyümüz yoxdur. Yüzlüyümüz 3'dür. 80 ilə 70'in cəmi eləyir 150. Bir dənə təkliyimiz var. Üzərinə də 6 gəlsək 156. 300'ün üzərinə 156 gələndə edir 456. 183'ün üzərinə 283 gəlsək 100 ilə 200 eləcək 300. 80 ilə 80 160. 300'ün üzərinə 160 gəlir 460. 3 ilə 3'ün cəmi də 6 edir. 466.
Burada cəm neçə edəcək? 200 ilə 200 400. 90 ilə 60-ın cəmi 150. 400-ün üzərinə 150 edəcək 550. Bu da edəcək 3'lərdə toplanıb 556. Uyğun sxem olur D variantı. Aşağı, yuxarı, bir də ortada. Davam edək. Hansı ədədlərin cəmi 640-a bərabərdir? Toplayaq. Kimlərə ki, şifahi hesablama çətindir, alt-alta hesablamaqla da yaza bilərsiniz. Hər iki üsuldan istifadə edirəm misallar yazanda. 350'nin üzərinə 290 gəlsin. Bax, 300 ilə 200'ü toplayın, etsin 500. 50 ilə də 90'ı toplayanda edir 140. 500'ün üzərinə 140 gələndə edir 640. Bu şəkildə şifahi toplaya bilərsiniz. 300'də 300, 600, 50'dən 90'ın cəmində 140. 600'ün üzərinə 140 gələndə edir 740. Burada 280 ile 370'in cəmi, məsələn, alt-alta toplaya bilərsiniz. 0'ın üzərinə 0 gəlsin, 0, 8'in üzərinə 7 gəlsin, 15, 5 yazırıq bir yadda. 3'ün üzərinə 3 gəlsin, 6, bir də yadda 7. Bu da etdi 750. 270 ilə 470'in cəmi. 0'ın üzərinə 0 gəlsin, 0, 7'in üzərinə 7 gəlsin, 14, 4 yazırıq bir yadda. 2'nin üzərinə 4 gəlsin, 6, bir də yadda 7. Bu etdi 740. Bizə deyir, hansı 640'a bərabərdir? Doğru cavab olur A variantı. 12'ə baxaq, hansı müqayisə doğrudur? Yoxlayaq. 428'in üzərinə 190 gəlsək, edəcək 618. 618 kiçikdir 620'dən, elə doğru cavab olur A variantı. Kənarda da hesablaya bilərsiniz. Baxın, 428'in üzərinə 190 əlavə edək. 8'in üzərinə 0 gəlsək 8. 2'nin üzərinə 9 gəlsək 11. 1 yazırıq bir yadda. 4'ün üzərinə 1 gəlsək 5, bir də yadda 6 edəcək. 618 620'dən kiçikdir. Doğru cavab olur A variantı. Mağazada birinci gün 136, ikinci gün 170, üçüncü gün isə ikinci gündə satılanın, 2 gündə satılanın cəmi qədər çörək satıldı. Mağazada 3 gündə cəmi neçə çörək satıldı? Gəlin baxaq. Diqqətli oluruq. Mağazada birinci gün 136 çörək satılıb. İkinci gün neçə çörək satılıbdı? İkinci gündə 170 çörək satılıb. Bizə deyir ki, üçüncü gündə isə 2 gündə satılanın cəmi qədər çörək satılıb. Birinci gündən ikinci günü toplasaq, üçüncü gün nə qədər çörək satılıb tapa bilərik. 6'ın üzərinə 0 gəlsək 6, 3'ün üzərinə 7 gəlsək 10, 0 yazırıq bir yadda. 1'in üzərinə 1 gəlsək 2, bir də yadda 3. 2 günə 306 çörək satılıbdı. Həmçinin də bu 2 gündə satılan çörək 3-cü gün satılan çörəyə bərabərdir. 3-cü gün deyil, 2 gündə satılanın cəmi qədər. Demək, 3-cü gün 306 çörək satılmışdır. Bizdən soruşur ki, 3 gündə cəmi neçə çörək satılmışdır? 2 gündə 306 satılmışdır. 3-cü gündə də 306 satılmışdır. Cəm eləyəcək nə qədər? 306'nın üzərinə 306 gəlsək, edəcək 612 çörək. Doğru cavab olacaq C variantı. Rəqəmləri cəmi 14 olan ən kiçik 3 rəqəmli ədəddən 260 vahid böyük olan ədəd neçəyə bərabərdir? Bizə deyir ki, rəqəmlərinin cəmi 14 olan ən kiçik 3 rəqəmli ədəd. 3 dənə xətt çəkirik. Rəqəmlərinin cəmi 14 olan ən kiçik 3 rəqəmli ədəd deyirsə, biz bunun yüzlüyünü ən kiçik rəqəm götürürük. 1. Ən böyük rəqəm isə təkliyə götürürük. 1-dən 9'un cəmi edir 10. Bizə deyir, rəqəmlərinin cəmi 14 olan ən kiçik 3 rəqəmli ədəd. Yenə deyirəm, yüzlüyə ən kiçik rəqəm yazdıq. Ən kiçik ədəd tapanda biz rəqəmləri kiçikdən böyüyə doğru düzürük. Ən böyük rəqəm yerinə də 9 yazdıq. Bunların cəmiyyəti 10. 10'un üzərinə 4 gəlsə 14'də. Ona görə də 10'luq yerinə 4 yazdıq. Yəni, rəqəmlərinin cəmi 14 olan ən kiçik 3 rəqəmli ədəd 149'dur. Deyir, həmin bu ədədlə 260'ın cəmini tapın.
Bunları toplasaq 9-un üzərinə 0 gəlsək 9, 4-ün üzərinə 6 gəlsə 10, 0 yazırıq bir yadda. 1-in üzərinə 2 gəlsə 3 bir də yadda edəcək 4. Neçə etdi? 409. Doğru cavab olur B variantı. Sonuncu 15-ci suala baxaq. A-nın yerinə yazıla bilən ən böyük ədədi onluğa qədər yuvarlaqlaşdırdıqda hansı ədəd alınır? Baxaq. Əvvəlcə bizə verilən ədədləri toplayaq. 486-nın üzərinə 130 gəlirik. Üzərinə də 290 əlavə edirik. 6. 8-in üzərinə 3 gəlsək 11, üzərinə 9 gəlsək 20, 0 yazırıq 2 yadda. 4-ün üzərinə 1 gəlsək 5, üzərinə 2 gəlsək 8, 7, 2 də yadda 9 etmiş olacaq. 906. Aha. A-nın yerinə bizə deyir ki, A-nın yerinə yazılacaq ən böyük ədədi onluğa qədər yuvarlaqlaşdırın. 906 böyükdür A-dan. 906 A-dan böyükdürsə, A-nın yerinə yazılacaq ən böyük ədəd 906-dan kiçik olan ən böyük ədəd neçədir? Bax, diqqətli olun. Biz buradakı 3 ədədin cəmini almışıq 906. Düzdür? 906 böyükdür A-dan. Bu o deməkdir ki, A-nın yerinə yazılacaq ən böyük ədəd bizdən soruşursa, biz 906-dan kiçik olan ən böyük ədəd tapmalıyıq. 906-dan kiçik olan 905 dənə ədəd var. 1-dən 905-ə qədər. 1, 2, 3, 4, 5, 6 gəlir 905-ə qədər. Amma bizdən ən böyüyünü soruşur. Ən böyüyü 905-dir. Deyir 905-i həmin bu ədədi onluğa qədər yuvarlaqlaşdırın. Onluğa qədər yuvarlaqlaşdırına baxırıq təkliyə. Təkliyimiz 5 olduğu üçün onluq mərtəbəsinin sayı 1 vahid artır. Təkliyin də yerinə 0 yazırıq. Edəcək 910. Doğru cavab olur A variantı. İzahlarımız bu qədər əziz şagirdlər. Növbəti izahlarda görüşərik. Hələlik.